məktəbin məqsədi nədir? Bu suala müasir təhsil filosofu, 20-ci əsrin ən böyük təhsil filosoflarından John Dewey cavab verir. Onun fikirlərində maraqlı məqamlar var. Birincisi budur və yaxud onlardan biri budur. Məktəb uşaqda ömür boyu təhsil almaq qabiliyyətini inkişaf etdirməlidir. Ömür boyu təhsil. Yəni, həyatın sonuna qədər uşaqda öyrənmək potensialını, qabiliyyətini formalaşdırmalıdır məktəb. İndi buna bir əlavə də etmək olar. Həvəsini formalaşdırmalıdır, həvəsini. Öyrənmək həvəsini. Bilirsiniz? Yəni, əgər biz ibtidai siniflərdən başlayaraq, əgər deyirəm ha, fakt necədir, nətərdir, o mübahisəlidir. Əgər biz ibtidai siniflərdən başlayaraq uşaqlarımıza həddindən artıq ağır çəkili kitabları yükləyiriksə, əgər və uşaqda savada, biliyə, öyrənməyə qarşı bir nifrət oyadırıqsa, bu orta məktəbi bitirən kimi artıq kitabdan, dəftərdən qaçacaq. Və unudacaq artıq öyrəndiklərini. Qaçacaq. Halbuki bu təzə başlayır hələ. Biz universitetdə oxuyanda, doktoranturada olan tələbələrdən biri bir dəfə zarafatda dedi ki, PhD-ni müdafiə edib bitirsəydik, başlayardıq dərs oxumağa. Yəni ondan sonra hələ başlayır təhsil. Ömür boyu, həyatın sonuna qədər insanda bu həvəs oyanmalıdır. Bax, bu çox vacib məsələdir. Yoxsa mənim o həvəsimi ilkin təhsil illərində məktəb öldürəcəksə, hansısa vasitələrlə, onda məktəb məqsədinə çatmayıb.